Obyektiv əxlaq həqiqətən mövcuddur. Gəlin baxaq, obyektiv əxlaq deyəndə nə nəzərdə tutulur? Obyektiv əxlaq insandan, cəmiyyətdən və mədəniyyətlərdən müstəqil olaraq yaxşının hər zaman yaxşı, pisin hər zaman pis olduğunu nəzərdə tutan bir baxışdır. O zaman belə bir sual ortaya çıxır. Əgər obyektiv əxlaq varsa, onu müəyyən edən şey nədir? Bəziləri buna Allah deyir. O zaman yenə bir sual ortaya çıxır. Əgər bir şey yaxşı olduğu üçün əmr olunursa, Allahla əlaqəsi yoxdur. Əgər bir şey əmr olunduğu üçün yaxşıdırsa, o zaman bu əxlaq deyil, itaətdir. Keçmişə bir baxaq. Bir zamanlar köləlik, qadın istismarı, az yaşlıların evliliyi əxlaqlı sayılırdı. Amma bugün cinayətdir. Əxlaq məsələsi dəyişkəndir və dəyişkən olduğuna görə zamana və insanlara və cəmiyyətlərə görə dəyişən bir şey obyektiv olaraq qala bilməz. Obyektiv olaraq qala bilməsi üçün 1000 il əvvəldə bu gün də eyni qaydaların keçərli olması vacibdir. Əgər dəyişirsə, obyektiv deyil. Yəni əxlaq kəşf olunmuş və hazır qaydalar toplusu deyil. Əxlaq zaman içində insanlar tərəfindən qurulmuş bir strukturdur. Həyatda qalmaq üçün toplumun razılaşmasıdır. Hər kəsə salam. Bugünkü podkastımızda yenə fəlsəfə dənizində boğulan, amma özünü kapitan sanan dostumuz Çevikdən danışacağıq. Fəlsəfənin çevik təfəkkürlü, amma ağır məntiqli cəngavəri. Yenə hansı kəşflərə imza atıb? İnan ki, onun videolarına baxanda mən fəlsəfənin yerinə utanıram. Sokrat məzarına tərs çevrilir. Bu dəfə hədəfi çox böyükdür. Dostumuz fəlsəfə tarixində məşhur olan Eftifron dilemmasını tapıb. Çıxıb qürurla deyir ki, əgər bir şey yaxşı olduğu üçün Allah ona əmr edirsə, deməli əxlaq Allahdan asılı deyil. Yox, əgər Allah əmr etdiyi üçün o şey yaxşıdırsa, bu sadəcə ixtiyari bir diktaturadır. Minilliklərin çürümüş fəlsəfi tələsi. Buna klassik fəlsəfədə yalançı dixotomiya deyirlər. Yəni, adam sənə cəmi 2 dənə səhv variant verir və deyir ki, al, bunlardan birini seçməyə məcbursan. Bəs üçüncü, həqiqi variant hanı? Onu gizlədir ya da heç özünün ondan xəbəri yoxdur. Savadsızlıq elə buradan başlayır. Bəs teizmin, yəni dinin o üçüncü variantı nədir? Üçüncü yol budur ki, Allahın öz zatı, yəni təbiəti mütləq və obyektiv yaxşılığın standartıdır. Yəni, yaxşılıq nə Allahdan kənarda olan başqa bir qanundur, nə də Allahın bugün fərqli, sabah fərqli qərar verəcəyi ixtiyari bir uydurmadır. Allahın özü mütləq ədalətdir, mərhəmətdir. O öz kamil təbiətinə zidd olan heç nəyi əmr etməz. Çevikin məntiqi isə o qədər dayazdır ki, elə bilir Allah səhər oyanıb bugün yalan danışmağı yaxşı əməl edim deyə bilər. Deməli, edilən əmrlər həm mütləq yaxşıdır, həm də birbaşa onun təbiətindən qaynaqlanır. Çox məntiqlidir. Amma onun başqa bir iddiası da var. Deyir ki, 1000 il əvvəl quldarlıq və ya fərqli evlilik yaşları normal idi. Bugün isə cinayətdir. Əgər əxlaq dəyişirsə, deməli, obyektiv əxlaq yoxdur. Cəmiyyətin uydurmasıdır. Bax, ən böyük rüsvaçılıq buradadır. Fəlsəfi kateqoriyaları bir-birinə qatıb horra elib. Adam əxlaqi ontologiya, yəni obyektiv yaxşı pisin mövcudluğu ilə əxlaqi epistemologiya, yəni insanların o yaxşını necə dərk etməsini səhv salır. İndi sənə bir sual verim. 1000 il əvvəl cəmiyyət inanırdı ki, yer düzdür, eləmi? Bəli, hamı elə bilirdi. Dümdüz. Bugün isə bilirik ki, yer kürə şəklindədir. İndi kimsə çıxıb deyə bilərmi ki, ağa, 1000 il əvvəl yer düz idi, indi kürədir. Deməli, obyektiv fizika qanunları yoxdur, fizika cəmiyyətin uydurmasıdır. Bu nə qədər axmaq səslənir, elə deyil? Vay, mükəmməl analogiyadır. Yəni, reallıq həmişə eyni idi. Sadəcə bizim onu anlamağımız dəyişdi. Ay sağ ol, bizim cəhalətdən qurtulub ədaləti, məsələn, quldarlığın zərərini zamanla daha dərindən dərk etməyimiz obyektiv əxlaqın yoxluğunu göstərmir. Əksinə, cəmiyyətin o obyektiv standarta doğru yavaş-yavaş böyüdüyünü, inkişaf etdiyini göstərir. Çevik fəlsəfənin F hərfini bilsəydi, idrakla varlığı bir-birinə qarışdırmazdı. Bəs videonun sonundakı o təkamülçü əxlaq məsələsi nədir? Deyir ki, əxlaq sadəcə toplumun həyatda qalmaq üçün qurduğu sistemdir, vəssalam. Bax, mən buna intihar deyirəm, fəlsəfi intihar. Özü öz ayağına ateş açır. Əgər əxlaq sadəcə həyatda qalmaq üçün uydurulmuş qaydalardırsa və obyektiv deyilsə, bəs bu adam hansı haqla keçmişdəki quldarlığı qınayıb ona cinayət deyir? Obyektiv ölçü yoxdursa, nəyə əsasən qəzəblənir? Doğrudan da, onun məntiqinə görə keçmişdəkilər sadəcə o vaxtki həyatda qalma strategiyasını tətbiq ediblər. Tamamilə, əgər sabah bir cəmiyyət desə ki, qardaş, mənim iqtisadiyyatım və həyatda qalmağım üçün mənə qullar lazımdır. Çevikin inandığı təkamülçü əxlaqa görə quldarlıq yenidən bir yaxşı bir şey olmalıdır. Çünki obyektiv pis yoxdur axı onlar üçün. Adam həm deyir mütləq həqiqət yoxdur, həm də mütləq mənada keçmişi mühakimə edir. Atalar çox gözəl deyib, gecə kör yarasa işığı görmürsə, günəşin günahı nədir? Bu da onun kimi. Obyektiv standarta inanmadığını deyir, amma danışanda özünün də fərqində olmadan zamandan kənar bir ədalət ölçüsündən istifadə edir. Cahillik məhz belə bir şeydir. Sənə öz cəhalətini fəlsəfə kimi sırmağa çalışar. Məncə bu epizoddan sonra Çevik bəy videolarını silib yenidən ibtidai sinif məntiq dərsliklərindən oxuması yaxşıdır. Çox sağ ol bu dərindən analiz üçün. Sağ ol. Həqiqət həmişə subyektiv uydurmalardan daha böyükdür.
Bu günlük də bizdən bu qədər. Həqiqəti idrak etməkdən yorulmayın. Növbəti epizodda görüşənədək.